Xanımlar və cənablar, qardaş söhbətinə xoş gəldiniz. Bu gün iki qardaş oturub Məhəllə filmindən danışacağıq. Salam abim, necəsən? Salamlar Kamran. Çox sevərək izlədiyimiz Planet Paniz Bakunun çəkdiyi Məhəllə filmi, Məhəllə 1 filmindən danışacağıq bu gün. Filmin öncəsində bu Parniz Baku dövründən danışaq. Parniz Bakudakı məhəllə və onun necə yaradıldığından, Tahirimovun necə yaratdığından başlayaq, sonra filmə gedək. Göndər. Mənim əlimdə məlumat yoxdur, konkret olaraq bu obrazları kimlər yaradıb, amma mənim təxminimə görə elə Tahir və ya Cabir ikisi bir yerdə yaradıblar. Əsasən Tahir yaradıb bu Ediş və Roşko obrazını. Biz ilk dəfə bu obrazları 2000-ci il Parniz Baku konsertində görürük. Eliş, Roşka və Natiq olaraq. Daha sonra filmdə Natiqi Tofiq əvəzləyir, Səmaya xalanı da Sudabə xala əvəzləyir. Ora gəlməzdən əvvəl deyim. Səhv xatırlamıramsa Tahirimonov bir dənə müsahibəsində demişdi ki, bəs mən bu fikri Anar Məmmədxanova apardım. Anar Məmmədxanov bir iki dəfə təxirə saldı. Bir konsertdə bir plan vardı, səhv eləmirəmsə başqa bir səhnəçi saldılar onun yerinə. Bir iki dəfə təxirə salınır. Sonra 2000-ci il konsertdə bunlar səhnəyə çıxırlar ki, əslində KV-nin səhnəçilərinin çox yuxarı səhnəciklərdir. Yəni biraz cəmiyyətə yaxın deyil. Xəstəxana falan səhnəciyi var, amma o da yenə bizim məhlədəki adamlar deyil. Biraz Tahir o nostalji formasında bizim məhəlləmiz var idi yaxşı. Bəli. O nostalji ilə yazılmış səhnəciklərdir. Bakılı qəqeşlər var. Və Bakılı qəqeşlər var. O təməl vurğulanmadı. Şey deyil, Bakı ziyalısı, Bakı neç falan deyil. Yəni bizdən biri Sovet quşaqları və Bakılıdılar. Hə, və Bakılıdılar. Niyə? Çünki filmdə artıq dəyişəcək bu. Filmdə nə edirlər? Girməyin ora. Filmdə bu obrazlar dəyişir, çünki Bakı da dəyişir. 90-cı illərin Bakısından sonra 2000-lərə gələndə artıq həmin məhəllədə qüdrət var. Başqa bir bölgədən köçmüş bir obraz var. 2000-ci il konserti, daha sonra 2001-ci il konserti, hər ikisində də bu xarakterlər olur. Çox sevilir, kasetlərdə evdə baxılır, sözləri, frazaları dillər əzbər olur və s. Yəni bunlar məşhur obrazlardan. Mənim maraqlı tam dövrümə düşmür deyə. Mən yumurta toyuq yumurta söhbətdə hansını çıxıb onu bilmirəm. Nəsəndə ayağımın altına banan qoy sürüş burdan məhəllədən çıxıb yoxsa Məhəllədədir o. Yox, məhəllədən çıxıb insanlar deyir, yoxsa insanlar deyildi məhəlləyə əlavə olmaq. Yox, məhəllədən çıxıb insanlar. Ona görə hamı. Hə. Mükəmməl. Məhəllənin o frazaları dillər əzbər olub. Necə ki sonradan filmin də sözləri atalar sözlərinə də çevrildi. Oyda. Hə. Burada bir xronoloji məsələni qeyd etmək istəyirəm. 2001-ci il konserti ki var, o çəkiləndə artıq Planet Paniz Baku verilişləri başlamışdı. Yəni komanda dağılıb sonra verilişlər başlayıb yox. Əksinə. Verilişlər gedə-gedə komanda dağılıb. Düzdür. Fərqində idilər ki, bu sonuncu konsertdir və s. amma xronoloji olaraq belə bir məsələ var. Və biz Planet Paniz Baku verilişlərində daha sonra bu Ediş və Roşko obrazlarını görürük. Hansı ki məsələn səhnəciklər var. Gedirlər teatra, deyir at yoxdur, eşşək olar filan. Bax o Planet Paniz Baku verilişlərindəndir. Və burada ikinci bir məsələ baş verir. Bu şəhərdə verilişlərini Planet Paniz Baku studiyası çəkməyə başlayır. Və beləcə onların iş birlikləri yaranır. Gələk Məhəllə filminə. Məhəllə 2003-dür. Məhəllə 2003-dür. 2003-dür və səhv xatırlamırsa Planet Paniz Baku studiyasının çəkdiyi ilk filmdir. Ondan da əvvəl bir film çəkdiyini düşünmürəm. Əvvəla Azərbaycanda 2003-cü ildə film deyə bir şey yox. Film deyə bir şey yoxdur. Bəli. Film çəkilmir. Çox az miqdarda dövlət büdcəsi hesabına filmlər çəkilir. Düzdür, 90-cı il yerli iş adamlarının dəstəyi ilə filmlər çəkilib. Onlar da bəziləri tamamlanıb, bəziləri yarımçıq qalıb sonradan kinostudiya tamamlayıb onları. Elə 2000-lərin əvvəllərində Yuxu, Güllələnmə təxirə salınır və s. bu qəbildən filmlər. Köpək filmi də eyni şəkildə, o da sonradan tamamlanıb və s. İndi 2003-cü ildə film yoxdur Azərbaycanda. Tahirimonov deyir ki, mən film çəkmək istəyirəm. Və böyük ehtimal Bir an həqiqəti daha öncədə. Bir an həqiqəti Ramiz Fətəliyevlə işləyir. Filmin rejissorluğunu təməldə Ramiz Fətəliyev tapşırır. Filmin rejissoru Ramiz Fətəliyev. Bəli, filmin qurucusu rejissoru Ramiz Fətəliyevdir. Amma serialla əlaqəsi olmaya da bilər. Yəni Ramiz Fətəliyev məşhur bir rejissordur. Kinostudiyada işləyib və s. Bir an həqiqəti həm Tahirimonov var, həm Cabir Manov var. Yəni onunla əlaqəsiz olaraq da, yəni film çəkmək istəyəndə Ramiz Fətəliyevə müraciət edə bilər də Tahirimonov. Yəni oradan görməmiş də ola bilər. Hətta eyni vaxtda da çəkilmiş ola bilər, hətta. İndi ilk sponsor tapılmalıdır. Filmin büdcəsi 17 min manat.
$17.000. $17.000-dır. Bir müddət büdcə axtarırlar, ora gedirlər, bura gedirlər, tapa bilmirlər. Axırda Tahir İmanov əlində çanta ilə gəlir, $17.000 verir. Ay yeri gəlmişkən, $17.000 üçün Tahir və Cabir ayrı-ayrı 2 evlərini ipotekaya qoymağa razıdırlar. Amma o 2 evlərinin qiyməti də $17.000 etmirmiş bankların gözündə. İndi belə bir şey var. Bu film film deyil. Axır vaxtlar Azərbaycanda filmlər çəkir, komediya filmi, o buna şillə vurur, gəl biz də belə bir şey çəkək, filmi deyil. Və ya Talih Yüzbəyov Zəhər Tulğun çəkir, gəl biz də eyni formada bir ssenari edək, qapağına da bir şey qoyaq, öpüşən yerdə adamlar qoyaq, o bizi tutsun. O da deyil. Bu xəyallarını gerçəkləşdirmədi. Gedirlər, büdcə tapırlar, rejissor tapırlar, çox az büdcə ilə belə baxanda filmdə neçə məkan var ki? 1, 2, deyək ki 3 məkandır. Filmin tək büdcə tələb olunan 2 dənə büdcə tələb olunan hissəsi var da belə götürəndə. Biri diskoteka səhnəsidir, biri də axırdakı palatka toyudur. Hə. Digərləri hamısı belə qapalı məkanlar, bir dənə məhəllə tapdılar, o məhəllədə keçir. Filmə başlayaq yavaş-yavaş. Birinci bunu kompaktlaşdırıb deyim. Tahir İmanovun etdiyi çox cəsarətli bir addımdır. Təbii ki. Tək başına film çəkmək. İkinci bir məsələ isə filmi doğrudan da istəyərək çəkib. Yəni mən bu komanda ilə film çəkmək istəyirəm. Film eşqi ilə eləyib. Bir o qədər də mənfəət güdmədən. Yəni ümumiyyətlə bundan sonrakı filmlərində də təməldə bir mənfəət güdmə yoxdur ya. Bundan sonrakı 3 filmdə də Məhəllənin ikinci filmi daha Məhəllənin ikinci filmi çəkiliş etibarilə daha yaxşı filmdir. Ssenari olaraq da daha düzgün bir ssenaridir. Yəni film standartlarına cavab verən. Skeç məntiqində də bir davamlılığı var. Məhəllənin ilk filmi belə baxanda Kevin səhnəcikləri kimidir. Diskoteka səhnəsi, hamam səhnəsi, hamam səhnəsi də büdcə tələb edir belə götürəndə. Çox yaxşı aktyorlar bir yerə yığırlar. Həm öz kollektivləri yaxşıdır. Həm də qonaq gələn aktyorlar da Yaşar Nuridə, Nəsibə Zeynalova da, Əjdər Həmidov da, Hacı İsmailov, da, Avtandel İsrafil. Bunların hamısını vaxtı gələndə danışarıq. Gəl başlayaq filmə. Filmin baş rolu Tofiqdir. Buradan başlayaq əvvəla. Hə, birincisi bu məsələni açığa qovuşduruq. Filmin baş rolu Tofiqdir. Niyə? Film nə haqqındadır? Tofiqin əsgərlikdən gəlib evlənməsi haqqında. İkinci film nə haqqındadır? Tofiqin Rusiyada bir qadına ilişməsi, onun Tofiqi buraxmaması. Demək ki, bu hadisələr əgər Tofiqin ətrafında baş verirsə, demək ki, baş qəhrəmanımız Tofiqdir. Bir qayda olaraq. Əslində belə baxanda niyə elədi? Çünki Tofiq Natiqin əvəzinə gəlmiş bu obrazı. Kevin vaxtı. Kevində də yenə baş rol Natiq idi. Çünki biraz Kevin də starı Bəhram Bağırzadə idi də. 20-ci əsrin çempionu, böyük star səhnəyə gələndə hamı alqışlayır. Qlobalda ən çox tanınan Kevin işqdir Azərbaycanda. Bunun əvəzinə Tofiqi qoyurlar. Filmin girişi necə? Məhəllə birinci başlayır. Filmin girişi qüdrətlə başlayır. Qüdrət işdən qayıdır. Hə. Motosikləti ilə bir yerdə, Mercedes ilə bir yerdə. Qüdrət işdən qayıdır. Və biz yavaş-yavaş məhəllə ilə tanış oluruq. Qüdrət, Sudaba xala və s. Ondan sonra Qüdrət səhər qayıdır işdən. Deyəsən. Hə, səhər qayıdır işdən və sonra məhəlləni almaq üçün şirkətin nümayəndəsi gəlir. Hə. Gəlir, məhləni almaq istəyir. Əvvəl Qüdrət gedir, danışmaq istəyir. Bəs necə bir ev lazımdır falan, köçməyə hazırdır. Hə, Qüdrət köçməyə hazırdır. Çünki evində hər adam başına, qeydiyyatda olan hər adam başına pul verildiyi üçün və bütün kənd Qüdrətin evində qeydiyyatda olduğu üçün Qüdrətə sərf edib. Hə, Qüdrət milyoner olacaq. Yəni bu ev satılsa, məntiqlə də doğru qərar verir, amma evində sadəcə özü qeydiyyatda olan Eliş və Roşkaya əlbəttə ki, bu sərf eləmir və bir tərəfdən də Eliş və Roşkanın o məhəlləyə doğmalığı var, amma Qüdrət sonradan gəlib o məhəlləyə. Sonra başlayırlar məzi ilə məzələnməyə. Sən bizim məzi ilə məzələndə edirlər. Elişlə Roşka yuxarıdan hoppanır. Qəşəng də bir aksiyon səhnəsi var. Savaşırlar, Yüngülvarə və yenə Sovet nəsli axı Bruce filmindən böyüyüblər. Tam o səhnələri çəkirlər, tam vuruşurlar falan. Bəs məşan sonra orada bu arada, yəni xoreografiya eləyiblər, pis alınıb deyil. Elişlə Roşka doğrudan da filmdə gördükləri şeyləri canlandırırlar. Orada taxta çıxarır, nə eləyir falan hərəkətlər bildiyin o dövründə izlədiyi filmləri canlandırırlar. İki qardaş oynayırlar, belə deyək də. Yenə şey qayıdırıq da, məhəllə 3-ü bir gün danışsaq, məhəllə 1-də də 2-də Elişlə Roşka böyük görsənən uşaqlardır da. Bəli. Böyük obraz bir məsuliyyət götürmürlər. Qaqaşda da fırlanırlar özləri üçün falan. 3-cü filmdə ona görə bunlar çox vurur. 3-cü filmdə artıq bunlar böyümə məcburiyyətində qalırlar. Ona görə biraz işləyirlər, həyata adaptasiya ola bilmirlər və s. problem yaşayırlar. Maklerlə savaşanda Tofiq əsgərlikdən qayıdır. Hitler öldürüb əsgərlikdən qayıdır. Sudaba xala çıxış edir. Çörək aldım.
Tofiq əsgərdən qayıdır. Anası da evə girən kimi Tofiq təzədən yemək yeyəndə deyir Tofiq, qəşəng bir qız var. Gəl səni evləndirək. Ki daha sonra bu şəhərin məhəlləsində də yenə Tofiq yenə qız tapılır. Atasının bir dənə dostu var. Tofiq də məhəllə uşaqlarını yığır. Deyir ki, bəs mən evlənə bilmərəm. Mənim evim yox, eşiyim yox, hara evlənirəm? Bunlar Məntiqlə danışır. Yəni deyir ki, evim yoxdur, işim yoxdur. Yəni niyə evlənirəm ki də? Qızla niyə bədbəxt eləmiş ki, gələr normal bir. Yəni özünün fərqindədir. Aralarında 3 nəfərdən, ümumiyyətlə məhəllədəkilərdən fərqli olaraq Tofiq doğrudan da özünü tanıyır. Tofiq fərqindədir vəziyyətin, imkansızlığın və s. və s. Onca Rusiyaya gedir, onca işləyir, onca orada qalmaq üçün biri ilə evlənir. Tofiq məsələn deyir ki, atasız böyüyüb, anasının da məsuliyyəti var üzərində. Məsələn, Edişlə Roşkada o məsuliyyət yoxdur. Bir də nənələri var belə. Nənələri var, nənələri də öz yəqin pensiyasından dolanır və s. Yəni demək odur ki, Tofiq bu məsuliyyətin fərqindədir. Məsələn, Edişlə Roşkaya desən bəlkə evlənər. Biraz üstünə gəlsən, tamam evlənək olar. Məzə də evlənər. Məzə də evlənər. Yəni Tofiq deyir, "Neyniyək bəs? Məhəllə cəmaatını yığaq bir araya, gedək qız istəməyə, onsuz da bizim üzümüzə baxacaqlar, bizə qız verməyəcəklər də." Qüdrət də götürürük, məzin də Qızın atası da professor da, oxumuş, yazmış adamdır. Professor da. Mən bir dənə kondisioner söndürüm gəldim üşüdüm. Tamam. Bunlar da elə ki professordur. Professor bizə qız verən deyir ki, yığışırlar gedilər elçiliyə. Elçiyə getməz əvvəl bir krok gedilər diskotekaya. Rusik nədir? Atasına villasında parti verir. Əlavə olunan obrazlardan biri də odur, Rusik. Çünki yenə məhəllə dönüşü və Rusik də gəlib fırlanmağa gəlir ora. Özünün üçün ev tutub ki, həyatını yaşasın orada. Bir də Rusik də imkanlı birinin oğlu var. Hamı hörmət edirdi atasına. Bunlar gedirlər, Qüdrətə razı edirlər. Deyir ki, gedir diskotekaya. Arvad da götür gəl. Məhəbbətlə gedirlər bunlar diskotekaya. Gedirlər diskotekaya. Diskotekada Yaşar Nurini görürük. Yaşar Nurinin filmdə 2 dənə səhnəsi var. Birində elə-belə bir səhnəsidir. İkinci səhnəsinin üzərində mən birazdan danışacağam. Röyanı görürük orada. Röyanı görürük. Röya var filmdə. Diskotekada Röya parikinə iləşirlər deyəsən dava. Röyadır o. Hə. Əsas diskoteka səhnəsini Yaşar Nuriyə görə bir. Yaşar Nurini orada tanıdıq. Gördük ki, belə biri var. Polis bölməsinə düşürlər. Hə, diskotekada dava düşür. Dava düşür, polis bölməsinə düşürlər, falan belə bir hadisələr. Rusikin atasının şotuna çıxırlar içəridən. Gedirlər qızı istəməyə. Rusikin atası yarışmalardakı Joker kimi bir şeydir də. Problemi həll edə bilməyəndə Rusikin atası həll eləmiş olur. Məsələn, pul tapa bilmirlər. Məsələn, normalda məhəllə heyəti necə Moskvaya gedəcəkdi? Pul yox, bir şey yox. Rusikin atası yaxşı Rusikin atası təşkil Senaristlikdə də bunun adı Deus Ex Machina'dır. Deus Ex Machina. Yəni Tanrının əli ilə ssenariyə müdaxilə. Bəli. Bir şey tapa bilməyəndə xilas etməyin yoludur. Elçiyə gedirlər. Elçilikdə 2 nəfər oturub adamları qarışdırırlar. Əsl professor obrazı Avtandil İsrafilovdur. Bəli. Avtandil müəllim də pək sevgili Qurban İsmailov səsləndirir. Bəli. Bununla bağlı bizim videomuz var. Eyni zamanda Hacın kanalında Qurban müəllimlə müsahibə almışıq. Elçilikdə ağsaqqal olaraq Qüdrət danışmalıdır. Amma Qüdrətin boş-boş danışması və professoru səhv salması professorun çox əsəbinə toxunur. Bir də boş-boş şey danışır. Siz bu evin həm kişisi olmusunuz, həm güv-güv danışır. Professor əsəblərinə toxunur və birdən-birə bir twist satır. Məgərsən professor demiş. Professor kniskasıymış onun. Hə. Professoru içəridə veriblər. Avtomatik Tofiq də elçiyə gəlməyib. Elişlə Roşkada olmaq istədiyi bir obraz görür onda. Deyirlər biz də professor kimi bir şey olmaq istəyir. Heyranlıq duyurlar və söhbət professordan özlərini soyutmaq yox, daha sevgi ilə bağlanırlar professora. Yox, deyəcəyim ki, o ikinci hissədə də var. O şey deyir ki, Roşka, Eliş, eşitmişəm, ateliyi şey eləmişsiniz. Halal olsun. Halal olsun. Yəni orada təbii belə özlərinin fəxrinlə belə. O həqiqi onu göstəricidir, özünü fəxr edirlər. Fəxr edirlər ki, o professor da biz dəyərləndirir. Professor deyir ki, bax, nə olur olsun, söhbətə kişi ilə getmək lazımdır. Qüdrət də durur. Gedir tualetə, tamam mı? Ondan sonra söhbət fırlanır, qızı alırlar, qayıdırlar məhəlləyə. Tofiq də bunları balta ilə qarşılayır. Yəni gördüyünüz kimi elçiyə Tofiq getsəydi, orada normal hər şey gedər. Çünki yenə deyirəm, məhəllədəki tək rasional insan Tofiqdir. Və elçiliyə bütün irrasional insanları göndəriblər. Əslində məhəllə cəmaatı Üzr istəyirəm, Rusik də bu arada ağıllı başlı bir insandır. O da sadəcə içir. O da içir. Problem orada odur ki, Rusik içir. Böyük ehtimal Rusik daha viskiyə, şərab böyle şey. Araq ona çox pis vurur. O da ayar edir. Student. Tofiq təbii ki, bu nəticəni gözləmirmiş. Çünki onun razılaşması səbəbi odur ki, Ediş Roşka falan professoru bezdirəcəkmişlər ki, qızı buna verməyəcəkmiş. Amma nəticədə özünü toyun içində tapır Tofiq. Ki professor gəndə Tofiq də dayanır. Hə. Professor yanında da bir şey eləmir. Yəni professorun məncə ağırlığı var. Yəni Avtandil İsrafilovu çox yaxşı tapıblar çox da. Çox yaxşı tapıntıdır. Yəni Tahir İmanovun necə ağlına gəlib tapmaq
Avtomobil İsrafilov çünki aktyor deyil. Çox doğru bir seçimi Avtomobil İsrafilova qoyub və Avtomobil İsrafilovun ciddi olaraq bir ağırlığı var orada. Hərəkət, oturuş, duruş odur. Yəni Avtomobil İsrafilovdur. Yəni Avtomobil İsrafilovu Sopranosa da çəkmək olar Mən da. də o gəldi. Tam Avtomobil Sopranodur. Belə Avtomobil Soprano çox qəşəng edərdim lan. rəhmətli. Professor Qağa. Sonra bunlar mənim içki süfrəsində hamam sözü veriblər. Gedirlər hamama. Hamam yenə yüngüvar və məşədibat səhnəsi də olmasın, bu olsun səhnəsi tamam. Hə, oxşuyur, bəli. Bunlar gedirlər hamama. Hamamda Yaşar Nurinin obrazına ikinci dəfə tanış oluruq. Bax, bunu danışmaq istəyirəm. Bu mənim həssas nöqtəm. Mənə görə Azərbaycanın ən yaxşı aktyoru, ki məncə çox insana görə də elədi, Yaşar Nuridir. Çünki Yaşar Nuri heç bir zaman iki ayrı filmdə eyni obrazı oynamayıb. Az da olsa hamısında bir fərqlilik olub. Məsələn, Yoxlamadakı obrazı ilə Məhəllədəki obrazı ayrıdır. Məhəllənin birinci filmindəki obrazı ilə Məhəllənin ikinci filmindəki obrazı ayrıdır. Bəyin oğurlanmasındakı obrazı ilə Yol əhvalatındakı obraz ayrıdır. Hamısında az da olsa fərqlilik qoyur. Bu filmdə Yaşar Nuriyə heyran olmağımın ən təməl səbəbi filmin hamam səhnəsində, bura qoyaraq səhnəni. Bunlar hamamda oturublar, zarafatlaşırlar. Yaşar Nuri içəri girir. Vursan, öldürsən, bir dənə cümlə qurur. Bunlar öz aralarında gülürlər. Yaşar Nuri içəri girir. Deyir ki, bu nədir ola? 146 nömrəli avtobus oxşuyur. Nömrəni qarışdırmış ola bilər. Məzdə cavab verir ki, bəs pulunuz çatır, düşərsiz deyir. Yaşar Nuri'nin orada bir mimikası var. Düşərsən, pulun çatır. Bax, adam səhnəyə girəndən bəri birinci səhnədə onsuz da diskoteka səhnəsində dialoq yoxdur. İkinci səhnəsində bütün 200 sənə mimikası ilə bütün obrazın keçmişini sənə öyrədir. Bax, belə bir şeydir. Yüngüvarı gülür, sonra özünü toplayır. Filmdə obrazın adı da yoxdur. Bu arada varlı adam yazıb Wikipedia'da. Vüsal vaxtında elə yazıb. O bilsən nədir? O gülüşdən sən şey başa düşürsən. Bu obraz əvvəl kasıb olub və çevrəsi olub. Daha sonra varlanandan sonra ətrafındakı hamı dağılıb, tək qalıb. Yəni avtobus cümləsini sən başa düşürsən vaxtında bu insanın kasıb olduğunu. Orada Yaşar Nuri'nin obrazının baxışında şey var. Mən də bu kuruqda olmaq istəyirəm. Bunun üçün darıxmışam. Prosta özümü yığışdırım, arxamda axrana var, işim var, gücüm var. Tez özün yığışdır, çıxır çölə. Sən ustasan, sən mükəmməl bir şeysən. Sən dahisən. 200 mimika ilə bunu tak deyə çatdırır, sən də şey olursan. Sən bunu başa düşürsən. Yaşar Nuri bir ustadır. Yaşar Nuri bir dahidir. Bir dəfə Yaşar Nuri'də də danışaq verilişimizdə. Uzun-uzun danışarım. Uzun-uzun danışaq. Çünki məsələn deyək, Türkiyədə Yaşar Nuri'nin qarşılığı Şənər Şəndir. Tam olaraq Şənər Şəndir. Belə bir şeydə. Şənər Şən də eyni formada. Son qocalıq dövründə bir dənə obraz edişdi. O da biraz rejissora görə. Yavuz Turqul. Yəni o da biraz Yavuz Turqula görə tək bir obraz edişib. Amma Şənər Şənin də bir obrazdan bir obrazı toqquşması. Badi Əkrəm ayrıdır. Neşəli günlərdəki obrazı ayrıdır falan. Neşə gün o pilot olduğudur. Hə, səhv etmirəmsən. Vecihi. Neşəli günlər o idi. Yoxsa Neşəli günlər şeydir. Aslan gibi aslan. Öyle yoxsa. Bilmirəm, o filmlər hamısı bir-birinə oxşuyur. Amma şey obrazı mən sevirəm lan. Aslan qədər aslan. Hamamdan çıxırlar. Hamamda artıq Tofiq qaynatasını tanıyır və s. O da razılaşır evlənməyə. Yəni belə də ki, başqa alternativ mi vardı sanki Tofiqin. Sonra toy səhnəsi olur. Toyda Elariz Məmmədoğlunu görürük. Erişlə Roşka onu Eyüp Yaqubov bilir. Amma əsas toya Elarizi çağırmaq lazımdır. Bunun paralelində biz bir məsələni unutduq. Nəsibə Zeynalova məsələsini unutduq. Filmin axırında deyil. Yox. Hamamdan sonra. Hamamdan sonradır. Toydan qabaq Eliş Roşka və Məzi gedirlər Eliş Roşka və Tofiqin nənəsigilə. Biz buradan başa düşürük ki, Eliş Roşka və Tofiq qohumdur. Hə. Gedirlər nənəsigilə və illər nənəsindən gəlib yad eləmirlərmiş, ancaq Məzi gəlib nənəsi ilə maraqlanırmış. Məhəllə filmi Nəsibə Zeynalovanın kinoda son işidir. Ona görə böyük ehtimal filmin dublyajında da olmayıb. Hə. Deyək, bu film dublyajdır. Məncə dublyajdır film. Dublyajdır. Məncə dublyajdır. Çünki Nəsibə Zeynalova. Nəsibə Zeynalova məsələsində aydın olur ki, film tam dublyajdır. Çünki məsələn gedirlər neft daşlarında bir çəkiliş ellər, hamının səsi çox yaxşı düşüb orada. Halbuki məncə orada çox səs-küy olmalıdır və s. Məncə film dublyajdır. Suda baxaldan qaçışıqlar səhnə. Suda baxaldan qaçışıqları səhnə. Binokldan saçma. Və gələk toy səhnəsinə. Toy səhnəsinin paralelində də bir səhnə var və mənim filmdə ən sevmədiyim səhnə odur. Niyə o səhnəni o dərəcədə keyfiyyətsiz çəkiblər, mən bilmirəm. Bir gün inşallah qismət olar Tahir İmamovdan soruşarıq bunu. O səhnənin biraz şeydir. Tahir İmamov Rafael İskəndərovu çox bəyənir.
Aktyor olaraq deyəcəyəm, bu adam son dövrdə Azərbaycanın ən yaxşı aktyorlarından biridir. Bir dənə hər halda öz istəyimi nəsə olub deyib ki, Rafael bir dənə solo bir səhnə çəkək, bütün obrazlar Rafael oynasın. Belə bir səhnə olsa Bu şəhərdə oxşuyur o. Filmə də o qədər uyğun gəlmir. Yəni başqa bir şeylə Rafaeli çizdirmək olardı. Yəni o səhnəni filmdən çıxarsan, Qüdrətin içməsindən başqa heç bir qatqısı yoxdur əsasən filmə. Hadi başa düşərəm. Nəsibə Zeynalovanı çəkmək istəmisiniz filmdə, o səhnəni əlavə eləmisiniz misal üçün də. Amma bu səhnə hamının Rafaelin oynaması və vizual olaraq da görüntü də yaxşı O deyil. niyə o qədər pisdir onu tutamıram. Yəni filmin ən büdcə olaraq aşağı yeri, bəlkə çəkiliş olaraq aşağı yeri və mənim məhəllə filmdə tək bəlkə də keçdiyim səhnə odur. Mən uzun müddət o səhnəni ümumiyyətlə xatırlamırdım. O səhnə çox heç kimsə xatırlamır bu arada. Çünki Yaddaşdan çox tez silinir o heç bir səhnələr. özəlliyi yoxdur o səhnənin olmasına. Özünə sən də yanında. Mənim də yadıma gəlmir. Qüdrətin filmdə avtomatiklə içkiyə gəldi. Yada düşür. Qüdrət motosikletlə piyan vəziyyətdə girir toyxanaya. Onun daha əvvəlində Qüdrətin qohum əqrabasının bir səhnəsi var. Hamısında Rafael oynayır. Rafael yaylıq taxıblar, Rafael bayılır. Yadıma düşdü. Surreal bir şeydi özü də biraz. Bir Sopranos'da Tony yoxu görəndə. Tony yoxları tava Səhnədir Allah. Eyni situasiya bu Feyyaz Yiğit'in çəkilmiş Ölümlü Dünyadır, Cinayət Üsüdür. Orada Feyyaz Yiğit'ə bir haqq verirlər. Feyyaz danış. Feyyaz da 5 dəqiqə, 10 dəqiqə danışır, tirat atır orada. Bax, Rafaeldə də o məsələdir. Yəni Rafaelin aktyorluğu çox yaxşı olduğuna görə Rafaelə bu səhnəni yazılır ki, Rafael bütün obrazları oynasın. Çünki başqa cür xronometrajı doldurmaq üçünmü və ya nəsə başqa bir səbəbdən filmin içində bu səhnənin bu qədər keyfiyyətsiz olmasını mən anlaya bilmirəm. Film demirəm möhtəşəm filmdir. Büdcə azdır. Film bilmirik hansı keyfiyyətdə bir plonkaya çəkilib. Məsələn, ikinci film daha yaxşıdır da. Yəni mən biraz şeydən yorulmuşam. Azərbaycanda bütün proqramların eyni suallar, reportajların hamısı eyni sual soruşmağından. Mən yorulmuşam. Və biraz da səndə də məndə də şey arzusu var da, kanalı bu videodan tanınırsa girin kanala baxın. Çoxunluqla tarixə keçməsi istədiyimiz insanlardan müsahibə alırıq. Nə mənada? Məsələn, Aydın Əzəm himni bərpa edən adamdır. Heç bir yerdə normal reportajı yox idi. Xahiş elədi, gəldi, hər şeyi danışdı və qeydə aldı. Bu tip qeyd almaq lazımdır. Çünki sabah bir gün lazım olar. Çünki Məhəllə filmi önəmli bir filmdir. Bəli. Azərbaycan film industriyası baxımından önəmli bir filmdir Məhəllə. Necə çəkildi? Daima eyni şeylər soruşur. Qüdrət niyə yoxdur? Siz qardaş səmi olursunuz. Eyni suallar hər proqram. Ya da köhnə Bakı necədir, indiki Bakı necədir? Kimsə oturmalıdır. Yəni bu işin başda Tahir Manovdur da. Oturmalı deməli ki, biz filan qərarı filan şey görə aldıq, filan şey görə elədik. Uzun bir qeydə alınmalıdır bunlar. Bir kitab yazılmalıdır, bir şey eləməli ki, material olsun. Hardasa 5-6 il sonra video çəkə bilsin. Yazıq da acı. Material tapa bilmir Hacı Səfərov. Məhəllə filminin özəlliyi nədir? Məhəllə filmi uzun illər boyunca bayramlarda göstərilib, ailəlicə oturub izlənilməsi film olub. Bəyin uğranması belədir. Bəyin uğranması. Bəyin uğranması danışıq. Bəyin uğranması nisbətən yol əhvalatı və məhəllə filmləri. Və çox uzun illər sonra Oğlan Evi filmi. Onu da kim çəkib? Özü də KVN-dən çıxmış İlham Qasımov yaratdı onu. Hal-hazırda saray müdürüdür bu. Saray müdürüdür, Rusik yəni. Məhəllə filmindəki Rusik. Ona görə də məhəllə filmi haqqında ümumiyyətlə məhəllə filmindən Türkiyədə məsələn çox var, Qərbdə çox var bu ki, məsələn məhəllə filmində istifadə olunan sözlərin Azərbaycan xalqının folkloruna əlavə olunması ilə bağlı bir elmi iş yazılsın. Niyə də yox? Azərbaycan kommersiya filmləri sənayesinin tetikləyicisi deyək də, olması ilə bağlı bir tezis yazılsın, bir elmi iş yazılsın. Niyə də yox? Məsələn, mənə şey maraqlı, bilmirəm hardasa danışıbmı Tahir Manov bunu ya yox. Bu film hamı kasetlərdən izləyib bu filmi. Bu film kinoteatra çıxıbmı? Yoxsa bəlkə bir dəfə sarayda göstərilib, sonra mı kasetlərə düşüb? Bu film harda yayımlanıb, necə yayımlanıb? Yoxdur bunun cavabı. O dövrlərdə, məsələn 90-cı illərdən sonra Azərbaycanda kinoteatrlar bağlanır. 2-3 sənə Nizami qalır. Bir neçə kinoteatr qalır, hə. Onlarda da tələbat olunur. Bu film kinoteatra çıxıbmı? Bu film pul qazanıbmı? Cavabı yoxdur bunun. Bunun cavabı yoxdur. Mən Tahir Manovun bütün reportajlarına baxmışam da bunun cavabı yoxdur. Heç kimsə bu sual bütün kölə kasetlərdə baxmışam. Amma siz orada yoxsunuz. Bir tısında zapislərində yoxam da cuvaq. Öldürəcəksiniz məni. Onun türkçəsi çox istifadə edirlər. Bu cümləni çox sevirəm. Yaxşı komediya insanın dilinə bir şey əlavə edir. Məsələn Gibi, məsələn Leyla ilə Məcnun, məsələn qlobalda deyək də, məsələn Seinfeld, məsələn Friends, məsələn How I Met Your Mother falan. İnsanın dilinə bir şey əlavə edir.
Bizdə də məhəllədir də, yəni Bəli. insan dilinə bir şey əlavə edir. Planet Panizbaku konsertləri və filmləri Azərbaycan əhalisinə bir çox deyim qazandırdı. Ki əslində Məsələn də bir də nümunə çəkim də. Məsələn, boğazdan çörək keçmir, onda lavaş. Bu çox möhtəşəm bir tapıntıdır. Yəni yazanda görəsən deyiblər ki, nə qəşəng sözdür bu. Məsələn, çörək keçmir lavaşı çox əla bir şeydir də. Kimsə yemək yeməyəndə falan istifadə olunması. lavaş. Məsələn, Məşədibat 94-də o qədər yoxdur. Hə. Məşədibat 94 daha az göstərilmiş, daha az bilinən filmdir. Belə götürək. Onu da bir dəfə danışaq. Danışaq. Ki əslində çox yaxşı filmdir. O filmin də məsələn bir dənə problemi, sondakı əlaqəs bir rəqs səhnəsi var odur. Bir şey var bu adamlarda. Mükəmməl bir şey çəkirlər, araya bir dənə əlaqəs bir səhnə qoyurlar, izahı yoxdur. Məhəllə 2-də yoxdur. Məhəllə 2 təmizdir. Məhəllə 2 təmiz filmdir. Məhəllə 2 film. Bax o məsələyə gələk, hazır söhbət açılmışkən. Məhəllə 1 filmini bunu etiraf etmək lazımdır ki, səhnəciklərdən ibarətdir. Yəni Tahir Manov özü də təsdiqləyir ki, bu film başdan sona bir film standartına cavab vermir. Əladır, gülürük və s. və s. bayaqdan tərifləyirik. Amma səhnəciklərdən ibarətdir əsasən. Amma Məhəllə 2 filmi tam bir filmdir. Rejissoru kimdir Məhəllə 2-nin? Məhəllə 1 filmin rejissoru Ramiz Fətəliyevdir. Məhəllə 2 filmində isə səhvimdə Sülüt Çolqalalıdır. O kimdir? Bilmirəm. Planet Panizbaku verilişlərində rejissorudur. Amma kimliyi barədə məlumat yoxdur məndə ki, yəni Sülüt Çolqalalı kimdir. Ssenaristləri demədik. Məhəllə filminin ssenaristi Tahir İmanovdur, Müşfiq Abbasovdur və Məmməd Kazımovdur. Məmməd Kazımov da yenə Planet Panizbaku komandasında verilişlərindəki ssenaristlərdən biridir. Ssenaristlər demişkən, filmin bəstəkarı Aytən İsmixanova. Çox əla musiqidir. Yəni Bakının musiqisini bəstələyib də, yəni. Hə. O musiqi nəyə xatırladır? Hababam sınıfının musiqisini xatırladır mənə. Az tempdən qoyanda başqa cür təəssürat bağışlayır, sürətli tempdən qoyanda başqa cür təəssürat bağışlayır. Çox əla əsərdir. Və filmi bitirsək, toy səhnəsi olur. Toya içkili vəziyyətdə gələn Qüdrət dağıdır toyu. Qız toyudur da. Toyun dağıdıldığını görən professor və dostları dava salırlar və hamı dava düşür. Tam dağıdıldığını görə yox. İçəri gələndən sonra qalxıb salam kolxozlar deyəndən sonra professor və tayfası Amma orada kolxoz söhbətindən danışmadıq biz. nə? Qüdrətə kolxoz deyilməsindən, ya. Kolxoz deməli kolxoz. Canım Dirabad kolxoz da pis addır, hə? Yəni çox qəbul elənmişliyi var Qüdrətdə. İkinci filmdə şey səhnəsi var. Motosikletlə Moskvada gəzəndə Azərbaycandakı ən yaxşı introlardan biri var. Qüdrət bığını götürür, eləyir, filan kəsin adı yazılır falan. Nə qədər şey səhnə var. Hər kəs döyülür və filmin sonunda biz Elişi görürük. Elişim Roşkanı mı? Elişi görürük, setup yox. Roşka çox deyir ki, məzi ilə məzilənmə eyni vəziyyətə düşərsən. Davadan sonra Eliş məhlə pişiyi ilə söhbət edir. Ağlını itirir də belə deyək. Artıq pişiylə söhbət etməyə başlayır və bununla da film bitir. Film tam bitmir, deyirlər hələ bitməyib. Titrlər yarıda kəsilir, geri qayıdır və filmdə alınmayan səhnələri görürük. Onlar da çox komikdir. Yeri gəlmişkən. Niyə artıq filmlərə alınmayan səhnələr əlavə edilmir? Ola bilsin filmlər özləri də alınmır. Belə. Yəni Məhəllə filmi haqqında danışdıq bu gün. Gözəl filmdir, sevərək izlədiyimiz filmdir. Növbət dəfədə ehtimal ki, Məhəllə 2 filmindən danışacağıq. Bəlkə Məhəllə 2 ilə Məşədibat 94-ü birləşib danışarıq. Baxarıq. Hər bəyin uğramasını danışa bilərik. Bəyin uğramasını danışa bilərik. Baxarıq. Şərhlərdə zəhmət olmasa qeyd edin ki, hansı filmdən, nədən danışılmağını istəyirsiniz. Biz də qardaş söhbət edək burada. Qardaş danışaq. Görüşərik. Abunə ol falan deyin də. Ha, kanala abunə olun, bəyənin, paylaşın. Yaxşı kanal. Yəni girin baxın, tarix verilişimiz var, bu tip söhbətlər edirik. Yəni qəşəng kanal, yəni pis kanal deyirik. Təşəkkürlər Rafiq. Təşəkkürlər Rafiq. Mən sizə təşəkkür edirəm belə söhbət üçün. Rafiqi səhər 12-dən bəri burada əsir tutmuşuq. Görüşərik.